Evdə ancaq telefon oynadığımı görən nənəm bu gün məni çölə çıxartdı. Bu gün qarın qutab bişirəcəyik. Əlimdən bir iş gəlmədiyini bildiyi üçün ocağı artıq özü qalamışdı. Nənəmin dediyinə görə qızların işləyən oğlanlardan xoş gəlir. Bunun tırqasına gəlib samvar qalamağı fikirləşdim. İnşallah evi yandırmaram deyib samvarı qalamağa başladım. Sonra yadıma düşdü ki, samvarın içinə su tökmək lazımdır. Somaliya qədər uzanmış şlankın ucunu axır ki tapdım. Üzümdəki təbəssümdən bilinir ki, işi sevərək görürəm. Samovarın başına oynasandan sonra axır ki onu doldura bildim. Gizlincə tut qurusundan yeyib üstünü örtdüm ki, nənəmə xəbər olmasın. Güya xəbərim yoxmuş kimi video çəkilib samovarı gətirdim. İndi əsas məsələ evi yandırmaq qalır. Nənəm məni başından eləyəndən sonra ilk qutabı bişirə bildi. Samvara ot salmağa ərdiyim üçün hazır kömürlərdən götürmək istədim. Kömürdən sonra evdə olan lazımsız bütün əşyaları onun içinə atmağa başladım. Nənəm birinci uranyum qaynatdığımı fikirləşirdi. Samovar məsələsini həll eləyəndən sonra getdim nənəmdən zarafatlaşmağa. Kim nə deyir desin, nənəmin bişirdiyi qutabları heç də çata bilməz. Qutabın iyisinə əmioğlu da gəlmişdi. Bir-iki dənəsini yeyəndən sonra aradan qaçdı. Hava qaralığına yaxın samvar da qaynadı. Güya reklam olmasın deyə çayın özünü göstərmirəm. Zülmlə qaynatdığım çayın dadına baxmaq üçün bütün ailə üzvü stola yığışdı. Valla bizdə belə şaqalaqdır. Həyətimizdən olan tut mürəbbəsi ilə çay qəşəng gedirdi. Mənə görə olmasa da nənəmə görə takib atın.